Salam, mənim adım Yusifdir. Mən də Ruslan. Bugün biz sizə müasir qızların biz oğlanlar olan tələblərindən danışacağıq. Elə beləcə də deyirlər, bu sənin Abizalovkandır. Abizalovka. Bu söz işlədən qız görəndə elə bilirsən sevgilinlə yox. Atavın 10 il suroq çəkmiş dayısı oğlu ilə danışırsan. Adam az qalır desin ki, Allah qapını açsın. Adamın pisinə gələn məqam burasıdır ki, niyə gecə saat 3-də atanın dayısı oğlundan danışasan axı? Nəysə, keçək şərtlərə. 1. Oğlanın boyu 1.90-dan yuxarı olmalıdır. Bu sözü deyən qızlar 1.75, 1.80 boyunda olan qızlar deyil. Bu sözü deyən qızlar 1.55'lik qızlardır. Nəysə, dünən yolda belə bir cütlük gördüm. Bilirsiniz nəyə oxşuyurdular? Timsah Gena və Çiburashka. Bir dənə əllərində akordiyonları çatmırdı. Adam istəyir yaxınlaşıb desin ki, qardaş, nə gözəl baladır, toyunu görəsən, Allah saxlasın. Oğlan mütləq heyvansevər olmalıdır. Siz heç bilirsinizmi ki, o 1.90 boyunda olan oğlanlar siz qızların xoşuna gəlmək üçün düşbərə boyda itləri qucaqlarında, ora-bura gəzdirəndə necə xəcalət çəkirlər? Yol əhvalatı filmindən belə bir fraqment var. Xalqın oğlu şirpələr saxlayır. Bunun saxladığına bax. Bax, o adamın yadına düşür. Amma sən də çönüb filmdəki kimi deyə bilmirsən. Neyniyim? Atamın yadigarıdır, hə? Adama deyərlər... Adama deyərlər özün bir qırağa. Atavı niyə biabır eləyirsən? Düz deyirlər. 3. Oğlan mənə diqqət göstərməlidir. Olsun. Amma indi sayıram həmin diqqətlərin içində nələr daxildir. iPhone-un ən son modeli, özü də ki, Pro Max olmalıdır ha. Yoxsa ağız trayektoriyasından çıxıb elə bir formada əyilir ki, bir dənə güclü silesar lazımdır ki, onu yerinə otuzdursun. Sushi. Of. Xatı olub bir dəfə aparırsan sushi yeməyə. O gecə bütün sosial platformalarda story paylaşılır. Bir gün sushi yeməsəm ölərəm. Sən də məcbur qalıb yazırsan ki, Allah rəhmət eləsin. 3. Bayramlarda özəl hədiyyə. Bir həftə əvvəldən yavaş-yavaş balabanda səni qandırırlar ki, səndən nə istəyirlər. Sonra deyirlər ki, sürpriz olsun. Hədiyyəni də açırlar, şok olurlar. Wow, ayda, hardan ağılına gəldi? Özü də elə süni oynayırlar ki, Stanislavskinin ruhu ventilator kimi havada fırlanmağa başlayır. Sonra da deyinirik ki, telefonda hava haqqında məlumat səhv göstərir. Əvəzində isə nə alırıq? Corab. Qızlar, siz verdiyiniz corabları uc-uca calasaydıq, Çin səddini yenidən inşa eləyə bilərdik. Özü də 2 qat. Qızlar, biz oğlanlar digər şeylər də istifadə edirik. Bu digər şeylərə üzqırxan maşın və kuruşka daxil deyil. 4. Oğlanın mütləq maşını olmalıdır. Siz elə bilirsiniz ki, 4 təkəri olan hər bir nəqliyyat vasitəsi avtomobil hesabı olunur. Çox safsız. Mən də elə bilirdim. Ta desək, 07 ilə görüşə gedənə qədər. Qız mənə deyir ki, püf, bu da maşındır. Deyirəm ki, nə oldu? Dünənə qədər toyboxun içindən çıxan kapron ördəyə sən sevinmirdin. Mənə deyir ki, hər dəqiqənin öz hökmü var. O əvvəl idi. Zalımın qız elə bir Elon Musk'dır. Saniyəsinə $13.000 pul qazanır. 5. Oğlan həmişə cool görsənməlidir. Tələbə olanlar bilər. Qızla görüşə gedəndə ayaqqabını birindən alırsan, koftanı birindən alırsan, şalvarı birindən alırsan. Nəysə, xəstəsən. Bildiyin dilənirsən. Geyinirsən, keçinirsən, öz aləmində Brad Pittsən. Qız da sənə baxışları ilə eyni şeyi hiss elətdirir. İndi isə tanış olun, Brad Pitt. Qızlar, biz sizi hər halınızla sevirik. Boyunuzdan, görkəminizdən. Kim sevər, nə sevər olmağınızdan asılı olmayaraq. Amma qadanınız alın. Bu sonra söhbətini yığışdırın da. Ay, bitdi uşaqlar. Bəli. O mən görmədim. Kim idi o Brad Pitt'də və siz... Aa, Mr. Bean qızlarda nə idi? Qız versiyası. Çox şirin baladır, Allah saxlasın. Allah sağ. Özünüzü təqdim edin. Dezodorant. Deməli, adınız zəhmət olmasa? Yusif. Yusif. Ruslan Bayramov. Ruslan Bayram. Yusifin soyadı yox idi.
Mehdiyev Yusif. Deyirlər ki, imkanlılar soyadını anında deyirlər, imkansızlar soyadını demir. Düz Bizim söhbətdir o. gözümüz yuxarılarda deyil də. Hə. Mən də acından öldüm. Buyurun. O qədər öyrəşmişik Göygölün qeyri-adiliyinə ki, sonra bir də belə bir sinətlərdə deyir ki, ya, açanda deyir, wow, onu sən elə də, wow. Suyunu oynayırlar. Suyunu oynayırlar, o qədər suyunu oynayırlar ki, wow. Şey. Yox, sən onu görəndə onu sevinmir. Amma suyunu sevin. Suyunu oynuyor. Onu Wow, göstərir ayda, ki. hardan Sən ağlar? elə, wow, bunlardan o, wow. Amma ona elə, bilən baxın siz necə xırdalıqlar işləyən uşaqlar. Müvəffəqiyyət arzulayıram. Təşəkkür edirik Afaq xanım. Coşqun müəllim. Stand-up-a üstünlük vermişsiniz, amma çox yaxşı idi, çox maraqlı idi, çox aktual idi, çox baxımlı idi. Çorab kişilən yaralı idi. Hə. Bizdə qış Yəni- çorab verirlər. İndi corab hədiyyə edən var yəni. O vaxtlar idi axı. 2 dənə əsərimizdə var nağdı. Rafael müəllim, corab söhbəti yaman ürəyiniz. Çox corab almısınız deyəsən. Hədiyyə olar. Burası onu da almamışım. Hədiyyə var. Onu da verməyiblər. Ya doğru elə ya. Çorab tezdaran, çorab tezdaran. İkisi də kişiyə lazım olan şeylər. Uşaqlar həmişəki kimi seçildiniz. Təbrik edirəm sizi. Təbrik edirəm. Çox sağ ol. Təbrik edirəm. Natiq müəllim. Amma o Göygöllünüzü itirməyin. Mən deyərdim ki, deməli, çox aktiv, faal, yəni ki, yerində idim. Amma belə güldüz. Belə artistlik söhbət edir, qəşəng, güldür. Gedin. Sağ olun uşaqlar. Çox sağ olun, Uğurlarınız bol çox sağ olsun. olun. Babası, o sözlər